Salam, MyApp'la xoş gəlmisiniz. Bugün mən sizə təqdim olunacağı vaxtdan tez çıxan Real Racing 3 barədə danışacağım. Məlumat verim ki, Real Racing 3 oyunu fevralın 28-də Apple Store-da pulsuz olaraq təqdim olunmalı idi. Lakin bilinməyən səbəblərə görə yalnız Yeni Zelandiya Apple Store-unda pulsuz olaraq fevralın 13-ü yerləşdirilmişdi və mən onun haqqında indi sizə danışacağım. Real Racing yaradıcıları qeyd edirlər ki, bu yarış oyunlarında ən güclü qrafikaya malik olan bir oyundur. Və budur, ilk olaraq Real Racing'in qrafikasından danışım. Qrafika doğrudan da Real Racing'də çox gözəl hazırlanıb. Və mən özüm də ilk olaraq bu oyunu iPad'da test edəcəm. Oyun doğrudan da çox gözəl hazırlanıb. Hər şey pikselə qədər fikirləşilib. Maşınların səsi, ətraf mühit, bunların hamısı Real Racing'də çox gözəl hazırlanıb və mən bu oyundan çox həzz alıram. Real Racing 3 sizə ilk olaraq oyunla tanış olmaq üçün Porsche maşınını təklif edir. Yarış bitdikdən sonra isə artıq siz öz karyeranıza başlaya bilərsiniz. Real Racing 3 oyununun mənfi cəhətlərindən biri də odur ki, burada maşının əzilməsi mümkündür və siz maşınınızı əzərkən ona pul xərcləməli olacaqsınız. Və əsas mənfi cəhətlərdən biri də odur ki, siz maşını təmir edərkən buna vaxt sərf edəcəksiniz və maşın saatlarla və dəqiqələrlə təmir olunur. Və siz yeni maşın alarkən də hər hansı bir vaxt gözləyəcəksiniz ki, bu maşın sizə gəlib çatsın. Lakin belə Real Racing çox gözəl, xoş təəssüratlar məndə yaratdı və sizə də məsləhət görürəm ki, bu oyunu yükləyəsiniz.
Hamıya çox sağ ol. Səhifəmizi izləməyi unutmayın.